Salam, hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənin və YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə məlumat olsun. Məsələ barəsində ki, mən hüquqşünaslar Seyidzadə bugünkü videoda məlumat verəcəm ki, əlilliyi olan şəxsdə qulluq edən şəxslər nə qədər pul almalıdır və necə almalıdır. Eyni zamanda məlumat verəcəm ki, əlilliyi olan şəxsdə mülkiyyət sahibinin kimliyindən asılı olmayaraq qaldığı evdə onun yaşayış hüququna xitam verilirsə, təzminat ödənməlidir. Yəni evdən çıxardıra bilməz, bir sözlə. Əgər maraqlıdırsa video dediyim kimi sona qədər baxın. Bu sualı mənə vətəndaşlar həm əlilli şəxs olduğuma görə verir, həm hüquqşünas olduğuma görə verir. Məsələ barəsində qeyd edin ki, vətəndaşlar deyir ki, əvvəl mənim bacıma, qardaşıma, anama, atam baxırdı. İndi o rəhmətə gedib mən baxır, mən nətər pulu ala bilərəm. Birinci onu qeyd edin ki, siz ərizə yazmalısınız. Bacınız, qardaşınız da birinci qrup əlillidirsə, o da ərizə yazmalıdır və onun icra hökumətinə patronajlı qəbul etməlidir. Yəni ərizə yazıb verməlidir ki, xahiş edirəm mənim qardaşımı və yaxud bacımı mənə patronaj təyin edəsiniz. Bunun üçün əlilliyi təsdiq edən sənəd, şəxsiyyəti təsdiq edən sənəd, bir də ki, yaşayış yerinin arayış olmalıdır hər iki tərəfdə. Bundan əlavə qeyd edin ki, patronajlı aldığınız zaman həmin pulu ala bilərsiniz. Qaynıq da ala bilərsiniz, amma qaynıq biraz məhkəmə məsələdir, bu məhkəmə qaydasında təsdiq olunmuş bir şeydir. Hörmətli izləyicilər. Yəni onun müəyyən səbəbləri var. Yəni vətəndaş fəaliyyət qabiliyyətsizdir, elan olmalı məhkəmə qaydasında onu qaynıq ala bilərsiniz. O uzun bir məsələdir. Amma patronajlığı hər zaman ala bilərsiniz. Hörmətli izləyicilər. Həmin əlilliyi olan şəxsin razılıqla. Bunu nəzərə alın. Bu birinci. İkinci onu qeyd edin ki, vətəndaşlar sual verir ki, mən əylimlə boşanım, əlim məni evdən çıxardım, mən əlilliyi olan şəxsəm və yaxud uşaq əlilliyi olan şəxsdir və yaxud sual verir ki, qaynatan məni evdən çıxardım, mən boşanmışam, nə edim? Uşaq əlilliyi olan şəxsdir. Bir mənalı şəkildə qeyd edin ki, qanunverici əsasən əlilliyi olan şəxslər mülkiyyət sahibi kimliyindən asılı olmayaraq həmin evdə qala bilərlər. Hətta mülkiyyət sahibi dəyişdiyi zaman belə deyək, və əsəri yolundakı qaynatınız rəhmətə gedibsə, qaynınız gəlib pay götürübsə, o halda da həmin uşaq orada qala bilər. Nəzərə alın və yaxud siz gəlmişsiniz, əlilliyi olan şəxsinizə qala bilərsiniz, nəzərə alın. Sizin belə deyək, yaşayış hüququna xitam verilməsi üçün sizə təzminat ödənməlidir. Hörmətli izləyicilər, nəzərə alın. Ətraflı məlumat üçün qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. Qeyd edin ki, mən özümdə əlilliyi olan şəxsəm, ona görə əlillilərin hüquqlarına bağlı daha belə deyək, geniş maraqlanıram. Hörmətli izləyicilər. Və onu qeyd edin ki, əgər sizin hansısa bir sualınız varsa, WhatsApp səsinə göndərin, cavab verəcəm. Əgər hüquqi yardım almaq istəyirsiniz, hüquqi yardımın belə deyək, həmin mən onlayn qaydada verirəm, həmin də ki, əyani şəkildə verirəm. Buyurub müraciət edə bilərsiniz, hörmətli izləyicilər. Nəzərə alın. Yəni, həmin onlayn qaydada hüquqi məsləhətin verilməsi 10 manatdır. Bunun əlavə ərizədə yazılıb WhatsApp ünvanına göndərəm. Vətəndaşların evdən çıxmağına ehtiyac yoxdur. Hörmətli izləyicilər. Və onu qeyd edin ki, bir əlilliyi olan şəxslər bir çoxu öz hüquqlarını bilmir. Nə ki, əlilliyi olan şəxslər, adi vətəndaşlar da bilmir. Ona görə problem yaranır. Mən fürsətdən istifadə edib bir məsələ toxunmaq istəyirəm. Dünən mən baxdım ki, nəqliyyatın belə deyək, qiyməti qalxıb, avtobusun qiyməti qalxıb, metronun qiyməti qalxıb, 60 köpük olub. Bu barədə Millət vəkili Fazil Mustafa danışıb ki, müəyyən təbəqəyə imtiyazlar verilməlidir. Gəlin belə danışaq da, hörmətli izləyicilər. Baxın, bizim əlilliyimiz var idi qabaq, birinci qrup, ikinci qrup, üçüncü qrup gelirdi. Onu dəyişdirək, əgər 31-60%, 61-80%, 81-100% edə, yəni qrup dəyişirik. Amma bu Alman modelidir. Alman modelini götürdülər ki, nəsə olacaq, amma heç nə olmadı. Niyə? Onun səbəbini qeyd edim. Alman modelində Alman dövləti əlilliyi olan şəxslər bu faiz qoyanda, hörmətli izləyicilər, faizə görə gücəş və imtiyazlar verir. Əgər tutaq ki, 31% isə buna nəqliyyatdan istifadə etmək hüququ verir, pulsuz və yaxud gücəşli, belə deyək. Əgər yox, belə deyək, 100% əmək qabiliyyətini itiribsə, o halda
avtomobilini istifadə etmək hüququ, yəni pulsuz gəlib aparır hazır və yaxud ucuz qiymətə gəlib aparır. Buna belə deyək, 2 amma modelinə görə 2 sosial işçi verir. Biri onu gəzməyə aparmalıdır harasa, biri də evin yığışdırmalıdır belə deyək. Amma bizdə bunlar yoxdur, hörmətli izləyicilər. Mən bayaq biraz bir video baxdım. Vüqar Bayramovun səhifəsində idi. Xəbərlər verilişiydi səhifələrimizdə. Orada Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin daha düzgün əməkdaşları məlumat verir ki, bəs əmək veteranlığı vəsiqəsi necə almaq olar? Sosial Müdafiə Nazirinə müraciət edərək. Mənə biraz o məsələdə gülməyim gəlib. Əgər sən boş vəsiqəni verəcəksinsə, imtiyaz verməyəcəksinsə, onun nə mənası var? Hörmətli izləyicilər, mən başa düşə bilmirəm. İmtiyaz 10.000 gedir, gücəşi 10.000 gedir, o vəsiqənin nə xeyri var? Deyə bilərsiniz, zəhmət olmasa. Hörmətli izləyicilər. Bilirsiniz məsələ nədədir? Mən də birinci qrupların 50 arabasındayam. Biz 50 şəxslər gündəlik həyatımızda güzəşt və imtiyazları hiss etmirik. Qanunvericilər nəsə var, dəyərlikdədir. O yəni məhkəmə qaydasında sübut olunmalıdır, hansısa digər məsələdə sübut olunmalıdır. İnandırın sizin ki, 50 ilə bağlı qanunverici məhkəmə hakimləri bilmir, vəkillər bilmir. Mən dəfələrlə hüquqşünas kimi belə deyək də məhkəmə proseslərində olmuşam və görmüşəm, bilmir. Aparı qoyanda ki, 50 şəxsin plan hüquqları var, doğrudan. Yəni bilmirlər. Çox təəssüf. Hörmətli izləyicilər, sizdən bir daha xahiş edirəm. Videonu bəyənin, YouTube kanalına abunə olun ki, mənim 1400-dən artıq videolarım var şotla bir yerdə. İstər sosial yardım olsun, istər əvim təyinatı olsun, istər belə deyək də pensiya olsun, istər vəsəyi olsun, istər mülkiyyətin bölünməsi olsun, istər aliment olsun, istər uşaqla ünsiyyət olsun, istər boşanma olsun, və dediyim digər məsələlər olsun, hamısı qeyd olunub, tanış ola bilirsiniz və bundan sonra hansısa videonun tanış olmaq istəyirsinizsə, mütləq qaydada abunə olun, qoy işarəsini aktiv edin, növbəti video sizə gəlsin, hörmətli izləyicilər. Bu vacib bir məsələdən biridir. Bilirsiniz, mən bunu nəyə görə deyəm, hörmətli izləyicilər. Baxın görün ki, nəsə bir gülməli bir şeyi, onun 100 min, 200 min, 1 milyon abunəsi var. Amma mən burada insanlara hüququ mühafizələndirirəm. Cəmi 5400 abunəm var. Dünən də məlumat vermişəm ki, bəs sosial yardımdan bağlı müəyyən məsələ aydınlığa gətirmişəm. Eğer geniş 19 şərti bilmək istəyirsinizsə, 1000 abunə olsun həmin videoya. Ondan sonra mən geniş məlumat verəcəm. Baxın görən 2-3 nəfər abunə ol. Bir abısıqdır, hörmətli izləyəcəm. Mən də məcbur olaraq qeyd edim ki, bəs mən hüquqi yardımı telefona məsuliyyətə ödənişlə verirəm. Valla Azərbaycanda heç bir yerdə 10 manata hüquqi məsuliyyəti yoxdur. 50 manatla 40 manat arasında dəyişir. Ən ucuzunu tapa bilərsiniz. Bəlkə o da həyə belə tapsız 20 manata. O da hər yerdə yox. Hörmətli izləyəcək. Nəzərə alın. Heç olmasa siz ödəniş edə bilmirsinizsə, qoy YouTube sizin yerinizdə mənə ödəniş etsin. Mən də həvəsləndim belə bir video paylaşım. Diqqətinizə görə çox sağ olun. Abunə olmağı unutmayın. Sağ olun. Hörmətli izləyəcək.